Hörmətli nümayəndə heyəti, hər birinizi ORT Yad Lebovits liseyində görməyə çox şadıq. Xoş gəlmisiniz. Bugün sizə unikal təhsil modelimizi təqdim edəcəyik və təcrübəmizi sizinlə bölüşəcəyik. Gəlin, elə isə başlayaq. Bax, bu üç söz bizim bütün fəlsəfəmizi ifadə edir. Bu sadəcə bir şüar deyil, hər bir müəllimimizin və şagirdimizin fəaliyyətini istiqamətləndirən bir mayak kimidir. Biz burada sadəcə bilik öyrətmirik. Biz gələcəyin liderlərini, təşəbbüskarlarını, dünyanı daha yaxşı bir yerə çevirəcək insanları yetişdiririk. Bugünkü təqdimatımızın planı belədir. Əvvəlcə məktəbimizin ümumi mənzərəsinə baxacağıq, sonra bizi fərqli edən unikal strukturumuzu incələyəcəyik, innovativ tədris metodlarımızı kəşf edəcəyik, sosial məsuliyyət proqramlarımızdan danışacağıq və sonda bütün bunların təməlində dayanan dəyərlərimizlə yekunlaşdıracağıq. Yaxşı, gəlin elə birinci hissədən başlayaq və məktəbimizin vizyonu və miqyası ilə daha yaxından tanış olaq. Rəqəmlər əlbəttə ki, hər şey demir, amma fəaliyyətimizin nə qədər geniş olduğunu anlamaq üçün yaxşı bir başlanğıcdır. Deməli, məktəbimizdə 1583 gənc təhsil alır. Bu rəqəmin arxasında əslində hər birinin özünə məxsus arzuları, istedadları olan fərqli bir dünya var. Bu, bizim böyük və dinamik icmamızdır. Və bu gənclərin inkişaf yolunda onlara 150 yüksək ixtisaslı peşəkar müəllim yoldaşlıq edir. Bu, həqiqətən də güclü bir pedaqoji heyət deməkdir ki, bu da hər bir şagirdin fərdi ehtiyaclarına diqqət yetirməyə bizə imkan verir. Bütün bu şagirdlər və müəllimlər 59 sinifdə bir araya gəlir. Amma əsl maraqlı olan bu rəqəmlər deyil. Bu böyüklükdə fərdiliyi necə qoruyub saxlamağımızdır. Məhz bu diaqramda məktəbimizin nə qədər rəngarəng olduğunu görə bilərsiniz. Böyük olmağımıza baxmayaraq, biz hər bir şagirdin maraq və qabiliyyətlərinə uyğun proqramlar təklif edirik. Gələcəyin liderlərini yetişdirən siniflərdən tutmuş, elm və texnologiyaya, şahar kimi xüsusi istedad proqramlarına və ya NALE kimi inteqrasiya siniflərinə qədər hər kəsin öz yolunu tapması üçün şərait yaradırıq. İndi isə gəldik məsələnin ən can alıcı yerinə. Şagirdlərimizin uğurunun əsas səbəblərindən biri olan bizim unikal təşkilati modelimizə. Bizim də cavab axtardığımız əsas sual məhz bu idi. Bu qədər böyük bir məktəbdə heç bir şagirdin gözdən itməməsini, hər kəsin özünü dəyərli hiss etməsini necə təmin edə bilərik? Cavab bizim strukturumuzdadır. Bizim həllimizə ev modeli deyilir. Təsəvvür edin ki, böyük bir məktəb binası içində bir neçə kiçik, səmimi evə bölünür. Hər evin öz qayğıkeş rəhbəri, özünə məxsus mühiti və bir-birinə dəstək olan şagird qrupları var. Beləliklə biz böyük bir məktəbin resursları ilə kiçik bir icmanın səmimiliyini birləşdirə bilirik. Yəni əsas məsələ budur. Bu sadəcə təşkilati bir dəyişiklik deyil. Bu, hər şagirdin özünü bir ailənin üzvü kimi hiss etməsi üçün yaradılmış bir mühitdir. Burada böyüklər kiçiklərə yol göstərir, hər kəs bir-birini tanıyır və dəstək olur. Nəticədə biz diqqəti sadəcə idarəçilikdən icma quruculuğuna yönəldiririk və bunun da bəhrəsini şagirdlərimizin inkişafında görürük. Məktəbimizin necə təşkil etdiyimizi gördük. Yaxşı, bəs nə öyrədirik? Gəlin indi də tədris proqramlarımızın içərisinə nəzər salaq və bu fəlsəfəni sinif otaqlarında necə həyata keçirdiyimizi görək. İnnovativ tədrisimizin təməlində əlbəttə ki, texnologiya dayanır. Amma bizim üçün texnologiya sadəcə bir alət deyil. O, tədrisin ayrılmaz bir hissəsidir. Biz texnologiya vasitəsilə öyrənmə prosesini daha interaktiv, daha maraqlı və ən əsası gələcəyə uyğun edirik. Təsəvvür edin, şagirdlərimiz qədim mətnləri təhlil etmək üçün süni intellektdən istifadə edirlər, yaxud virtual reallıq eynəkləri ilə atomun içinə səyahət edirlər, beynəlxalq yarışlara qatılan robotlar hazırlayırlar və ya müasir podkast studiyamızda ingilis dilində öz verişlərini yaradırlar. Ancaq bizə görə tədris ancaq 4 divarla məhdudlaşa bilməz. Ən dərin və qalıcı biliklərin məhz real dünya təcrübələri ilə qazanıldığına inanırıq. Bizdə əsl öyrənmə sinif otağının divarlarından kənarda başlayır. Şagirdlərimiz sadəcə nəzəriyyə öyrənmir. Onlar yerli xəstəxanada real xərçəng tədqiqatı aparır. BMT modelində dünya problemlərini müzakirə edir və ölkələrini gəzərək onun hər qarşını kəşf edirlər. Bax bu, təhsili unudulmaz bir maceraya çevirir. Akademik bilik və innovasiya çox vacibdir. Amma biz şagirdlərimizdə güclü xarakter və cəmiyyətə qarşı məsuliyyət hissi formalaşdırmağı da özümüzə borc bilirik.
Məqsədimiz təkcə savadlı məzunlar yox, həm də məsuliyyətli və qayğıkeş vətəndaşlar yetişdirməkdir. Bu sahədə bizim 3 addımlı bir yanaşmamız var. Birinci addımda şagirdlərimizə mən kiməm sualına cavab tapmağa kömək edirik. İkinci addımda onları cəmiyyətə necə faydalı ola bilərəm deyə düşünməyə yönəldirik. Və nəhayət, onlara dəyişikliyə necə rəhbərlik edə bilərəm sualına cavab vermək üçün lazım olan bacarıqları aşılayırıq. Və nəhayət, bütün bu proqramları, strukturları və fəaliyyətləri bir-birinə bağlayan əsas sütunlara, yəni məktəbimizin fundamental dəyərlərinə gəlib çatdıq. Biz şagirdlərimizi hər zaman ən yüksək nəticələrə çatmağa həvəsləndiririk. Amma eyni zamanda onlara sadəcə məlumatı əzbərləmək yox, tənqidi düşünməyi, sorğulamağı və doğru sualları verməyi öyrədirik. Bu birbaşa bizim şüarımıza qayıdır. Biz inanırıq ki, hər bir şagirdin içində dünyanı dəyişmək üçün bir potensial var. Bizim vəzifəmiz isə o potensialı üzə çıxarmaq üçün onlara cəsarət və imkan verməkdir. Və ən əsası, biz bir icmayıq. Uğurlarımız ancaq birlikdə olanda bir məna kəsb edir. Bir-birimizə dəstək olmaq, fərqliliklərə hörmətlə yanaşmaq və cəmiyyətimizə fayda vermək bizim fəaliyyətimizin təməl daşıdır. Təqdimatımızı sizi düşünməyə vadar edən bir sualla bitirmək istərdim. Biz hər bir şagirdi arzu etməyə, təşəbbüs göstərməyə və öz dünyasına təsir etməyə ruhlandıran məktəbləri necə qura bilərik? Bu, bizim hər gün özümüzə verdiyimiz sualdır. Ümid edirik ki, bugün sizə təqdim etdiyimiz model bu vacib sualın cavabını axtararkən sizə bir ilham mənbəyi olar. Vaxt ayırıb dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sizinlə təcrübə mübadiləsi aparmaq bizim üçün böyük şərəf idi.